Salam dəyərli izləyicilər, xoş gördük hər birinizi yenidən. Bu gün də sizlər üçün maraqlı bir video ilə gəlmişəm. Vaxtı uzatmadan keçək videomuza və mövzumuzun izahına. Sol hissədə belə bir cədvəlimiz var. Burada tələbələrimizin adları, soyadları, fənlər və fənlərcə topladığı ballar göstərilibdir. Burada biz nəyi yazacağıq, nəyi hesablayacağıq, şərt hissəsində bunu göstərmişəm. Deməli, tələb bizdən nədir? Qeyd edir ki, tələbənin yekun balı, yəni bunlardan yekun balı 91-100 arası olarsa tələbənin nəticə sütununa A, 81-90 olarsa B, 71-80 olarsa C, 61-70 olarsa D, 51-60 olarsa Y, 0-50 arası olarsa isə tələbənin nəticəsinin qarşısına kəsr yazılmış olsun. Keçək bizim izahımıza. Bunun üçün biz yoldaşlar if və and funksiyalarının birləşməsindən istifadə edəcəyik. Nəyə görə if və and funksiyası deyirəm, mən sizə deyim. Çünki yoldaşlar, and nə zaman istifadə olunur? Biz əgər bir xana içərisindəki nəticəyə əsasən biz bala əsasən nəticə göstərmək istəyirsə, o zaman biz and-dən istifadə edəcəyik. Yəni eyni xana içərisində məlumat toplayacaqlar. Aydındırmı? Keçək. Nə deyir? Deyir 91 və ya 100 bal olarsa A yazılsın. Yəni deyirəm ki, if and əgər bu xana, bu bal da mənim böyük olarsa 90-dan və həmçinin yenə bu xana kiçikdir, bərabərdir 100 olarsa nəticəmiz nə olsun? Nəticəmiz burada bizə yazmışıq A olsun. Yazıq bura A. Və 81-90 olarsa B. Təkrar yazırıq if. Yenə and. C2 xana bu səfər deyirik, böyük olarsa 80-dan eyni zamanda C2 xana kiçikdir, bərabərdir 90 olarsa nəticəm nə olsun? Olsun B. B. Əgər 71-80 olarsa C. Təkrar yenə də if and yenə C2 xanam böyük olarsa deməli 70-dən həmçinin yenə C2 xanam kiçikdir, bərabərdir 80 olarsa nəticəm olsun C. 61-70 olarsa D. Yenə təkrar if and C2 xanam. Burada artıq xana seçə bilmədiyim üçün mən nə edirəm? Elə C2 yazıram da əllə. C2 xanam böyük olarsa nədən dedik? 70-i yazmışıq. 61 və 70. Böyük olarsa 60-dan həmçinin C2 xanam kiçikdir, bərabərdir 70 olarsa nəticəmiz olsun üzr istəyirəm 70 olarsa nəticəmiz olsun nə? D. 51-60 olarsa Y. Yenə if and deyirəm C2 xanam böyükdür 50-dən həmçinin C2 xanam kiçikdir, bərabərdir 60 olarsa Y. Baxın yoldaşlar. Deməli, böyükdür 50, kiçikdir, bərabər 60 olarsa biz dedik, true hissəsində olsun Y. Əks təqdirdə, yəni təkrar bir də mən if and yazmıram. Deyirəm, bəli, bu da olmazsa 0-50 olsa kəsr yazısı yazılmış olsun. Kəsr yazılsın. Yoldaşlar, mötərizəni bağlayan zaman biz nəyə diqqət edəməliyik? Neçə dənə funksiya yazmışıqsa if and, onun sayına uyğun mötərizəni bağlamalıyıq. Biz yazmışıq 1 dənə, 2 dənə, 3 dənə,
4 dənə, 5 dənə if and funksiyası yazmışıq. Biz də 5 dənə mötərizə qoyacaq. 1, 2, 3, 4, 5. Artıq funksiyamız hazır. Bunu yazdıq. Digər xanalara bunu tətbiq edirik. Nəticəmiz yazmış olur. Baxın, burada verib D. D nəticəsi niyə D verib? Burada tələbə Kamran Tağıyev 67 bal toplayıb. Biz də demişik ki, 61 və 70 arası olarsa D olsun. Həqiqətən də 61-70 arası olduğuna görə tələbə D toplayıbdır, D alıbdır nəticə olaraq. 80 bala yazmışıq C. Nə görə? Çünki burada demişik 71-80 arası olarsa C olsun. Alara baxaq, 99. Həqiqətən 91, 100, 90, 100 arası A olmalıdır. 95-də həmçinin kəsrə baxaq. Demişik ki, 0-50 arası olarsa kəsr olmuş olsun. Və burada da görürük ki, 33 bal toplayıbdır. Elsəvər Hacıyev və ingilis dilindən kəsrə qalmışdır. Bu qədər yoldaşlar, ümid edirəm bu mövzuda sizlər üçün maraqlı oldu və faydalı olacaqdır. Diqqətiniz üçün təşəkkür edirəm. Şərh bölməsində fikrinizi yazmağı və mənə dəstək olmağı unutmayın.